Deməli, bu günləri 28-ci 1-ci ay 2026-cı il tarixdir. Əhmədli Elməddin Gülvərin oğlunun mövlududur. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Biz də mübarizə sevərlər olaraq Mübarizələr Cəmiyyətinin üzvləri və Mübarizə Cəmiyyətinin nəzdində Türk Mərkəzi İctimai müxbirləri olaraq şəhidimizin mövludunda iştirak etməyə gedirik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Buyur müəllim. Allah rəhmət eləsin cəmi şəhidlərimiz. Bəli. Amin. Sərsər mən bir çəkiliş eləmişdim burada. Ruhu şad olsun qəhrəmanımızın. Amin. Və elə bir ailənin oğludur. Mən bir daha qeyd edeyim. Ailənin 3 üzvü 44 gün zəfər qələbəsində, müharibəsi dövründə vuruşublar. Biri şəhid olub, ikisi isə qazidir. Hal-hazırda da 2 qardaş xidmətdədir. Ruhları şad olsun. Amin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bəli. Şəhidlər ölünməz, vətən bölünməz. Belə bir şuarla bizim Biləsuvar rayonunun Təzəkət kəndində Rəşad qardaşımız. Bəli. 6 şəhidimiz var, bir itkinimiz. Allah ruhları şad eləsin. Amin. Və mən bir şeir də yazmışdım, orada qeyd eləmişdim. Yazmışdım. Ocaq yeri məscidi var Təzəkəndin. 100 illər yaşı vardır bizim kəndin. Qarabağda vuruşmuşdur cavanları. 6 şəhid, bir itkinli Təzəkəndin. Bəli. Allah sizi rəhmət eləsin. Allah milli qəhrəman general mayorumuz Polad Həşimovu, milli qəhrəmanımız və onun biz yaşadan bir cəmiyyətin üzvləri kimi Mübariz İbrahimovu Allah rəhmət eləsin. Ruhları şad olsun. Amin. Və bu yaxında da Rəşad qardaşımız, milli qəhrəman Mübariz İbrahimovun atası Ağa Kərim Ağsaqqalımızın 70 yaşı tamam idi cənnətdə. Allah onu da rəhmət eləsin. Amin. Nümunə Ağsaqqalımızı. Allah rəhmət eləsin. Şəhid valideynləri hamısı. Ruhları şad olsun şəhidlərimizin. Mən hər yerdə deyirəm, bir yerdə şəhid mövludunda olanda və yaxud da dəfn günü mərasimində olanda biz bir mübarizlər olaraq hesab edirik, bütün ailəni orada ziyarət etmiş oluruq. Allah sizə can sağlığı versin. Amin. Nəsib olmayan bir uca bir ilahi bir varlıqdır. Allah şəhidimizi rəhmət eləsin, məqamı yüksək olsun, atasına, anasına, xüsusən də bütün şəhid ata-analarına Allah'tan səbir diləyirəm. Başınız uc olsun. Çox sağ olun, diqqətinizə görə olsun. Və bizim tədbirimizə yenicə gəldi Sədr Ədil müəllim. Mübariz İbrahimov Adil Daşıyan Təşkilatın bizim rəhbərliyindədir, sədr müaminidir. Sədr Ədil müəllim, zəhmət olmasa siz də gələrsiniz, bir iki kəlmədə siz vurğulayarsınız şəhidimizin mövludu ilə bağlı. Salam, əziz şəhid anaları, hamısın əllərinizdən öpürəm. Allah sizi var eləsin. Bir qəhrəman övlad boya başa çatılmışsınız. Nə qədər ağır olsa da, o deyim onlar vətən yolunda, torpaq yolunda öz canlarını bizlərə görə qurban verirlər. O cümlədən şəhid ataları. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bu yaxında mənim qarşıma bir səhifədə belə bir söz çıxdı Bəriz müəllim. Şəhid atası olmaq çox uca bir məqamdır. Amma onu qorumaq Süleyman qardaşımız ondan da ağırdır. Allah rəhmət eləsin Bilal qardaşımız, şəhidlərimiz. Bəli, onu sizlər qoruyursunuz. Biz sizinlə fəxr edirik. Və gələcək nəslə bir nümunədir bizim şəhid valideynləri. Onlar gözəl övlad tərbiyə ediblər, böyüdüblər. Mən bugün Əhmədli Elməddin Gülvərən oğlunun, Gülvərənlə mən qapı qonşuyam. Mən həmişə qeyd eləmişəm, onların babaları da Əhməd əmmiz Böyük Vətən Müharibəsi iştirakçısı idi. Onun övladları da, nəvələri də bugün qəhrəmandılar. 44 günlük müharibədə, vətən müharibəsində
üç qardaş qulluq eləyiblər. Biri şəhid olub, ikisi qazidir. Hal-hazırda da onlar xidmətdədirlər. Allah rəhmət eləsin cəmi şəhidlərimizi. Və mən də milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin Respublika üzrə təsisinin birinci mavini və o cümlədən onun nəzdində olan Türkün Fəxri Qəsdinin ictimai müxbiri olaraq Allah cəmi şəhidlərimizə rəhmət olsun deyirəm. Ruhları şad olsun. Allah qazilərimizə can sağlığı versin. Şəhid valideynlər qarşısında baş əyir. Sağ olun, var olun. Anamız gelin zahmet olmasın. Kardeşler de gelsin. Anasına doktorlar bu. Gülüm. Allah mevludun mübarək eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizə can sağlığı versin. Əyləşin, xahiş edirəm. Allah rəhmət eləsin cəmi şəhidlərimizi. Biliyorsun. Buyur müəllim. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Allah bütün şəhid atalarına səbir versin. Biz də mübahisə sevərlər olaraq bu günləri Əlməddin Gülveranoğlu Əhmədlinin məzarını ziyarətə gəlmişik. Allah bir daha sizlərə səbir versin. Allah köməyin olsun. Allah da acıza satsın inşallah. Allah bizim şəhid Elməddin balamızı cəm şəhidlərimiz İmam Hüseyndən ayrı salmasın. Amin. Allah bu günlərin nə qədər şəhidlərimiz var, mövlud olanlar, mövludları mübarək olsun. Allah bütün şəhidlərine səbir versin. Allah can sağlığı versin. Allah sizlərə də qoysun, var olun ki. Allah köməyin Çəkisiz olsun. paylaşsın, var olun. Sağ olun. Sen de razı olsun. Gelen razı Allah var eylesin. Sağ olun. Allah rahmet eylesin kardeş. Sağ olun. Başta. Allah ruhunu şad eylesin. Amin. Allah sizlere sabır. Gelen ayaklarınız var olsun. Sağ olun. Sağ olun. Allah sana da ömür versin, senden de sağ ol. Ben de Hakikaten özümden 5 yıldır dayanmadan Yani çəkilsən paylaşsan, sağ olsun. ben de öz adımdan, şəhid atalar adından, analar adından, mübarizlər sevərlər cəmiyyətinə öz təşəkkürümü bildirirəm. Başda bir öz müəllim olmaqla, Səbirəddin müəllim sizə, sizin operatora öz minnətdarımı bildirirəm. Sağ olun bizi bu 5 il ərzində əziyyət çəkib bizi işıqlandınız mübarizə cəmiyyəti olaraq. Həqiqətən də sözdə yox, əməldə öz işlərinizi göstərirsiniz. Allah sizləri var eləsin. Gələn şəhid atalarına da Süleyman qardaş sizə, İlqar müəllim sizə minnətdaram. Onda bir dənə şey xahiş edirəm, o əziyyət sözünü bir də demə. Çünki hamının borcu. Bəli, bəli, borcumuz, borcumuz. Kim əziyyət çəkir, gəlməsin. Bəli. Allah gelen ayağınızı var eylesin. Allah şəhidlərinizi var olun. Çox sağ olun. Sağ olun. Allah sizləri qorusun. Yenə valla 5 ildə də bizlə bir yerdəsiniz. Bizi tək qoymusunuz. Var olun. Borcumuz da sağ olun. Allah razı olsun. Sağ olun.